Baş ağrılarım çok olur. Baş ağrıların. Hə. Boynumun dalında sıxıntı var. Aha. Neçə yaşın var? 20. Hə. Aha. Boynun arkasında sıxıntı. Hə. Sonra Çiynim bir de görsən çiynimdə atmalarım. çiyində atmalar. Hə. Belə. Hə. Neyse bir qaşıqlar tutanda ucu çiynim atır mı? Qaşıq yuxarı gedir. Hə. Boşluğa gedirdi. Qaşıq belə əlindən Hə, düşür. Boşa gedir. Bu nə qədər vaxtı var səndə? Ucu bir il olar. İndi lap çoxalıb da. Lap çoxalıb. Aha. Ona görə müalicə alırdın. Yox, heç almamışım. Bəs dedi axı həkimi var özünün. Var nevropatoloji. Hə, var özü həkimi. Vardı. Bize dedi ki muayenelerden geç. Hə, verin Ben baxım. Bakıya gelirdim diye geçirdim. Hı hı. Şimdi bu dedim ama o hekim istemiyor, ben o kız istedim. Hə. Sən məni istədin. Bunu sen çok Sən gəlmisən qaxdan. Maşallah. Yaxşı. Gecələr yatıb uyumam, heç yox incələr. Gecələr yata bilmirsən? Heç özünə. Bu atmalar... Ben yatırım, çünkü beynim yatmır. Bir ses olan gibi uyanır. Aha, subaysan? Hə, Hə. Bu atmalar bir ildir başlayır. hə, Aha, get-gedə artır. hə. Əllərim uyuşmaq ki. Ha, əllərin hər ikisində uyuşma olur. Belə əsmə də var da. Belə bir şey tutanı əllərim ucu əsmir. Nitq bəs? Belədir də. Nitqi həmişədən belə olub. danışırım. Hə. Balaca vaxtdan. Balaca vaxtından belə danışır. Yani balacalıkta bir hasta olup da 7 ay olur mu? Aha. Ona göre hasta olur. Necə erkən də Ha, olur. ha, 7 ay olur. Aha. İnşaattan biraz kalıp da ona göre. Vaxtında danışıb. 4 yaşında gezdi. Ha, 4 yaşda gəzib. Bəs nitqi nə vaxt açılıb? Nitki yani 4-5 yaşında hele danıştı yani. O da 4-5 yaşda. Aha, məktəbdə oxuyub. Mən getmiş. Gedip gelip evde təhsil de almışım ama mektebe de Özü göndermişim. yerine Özü mektep. hoşu gelip diye gedip gelipti mektebe de. Amma evdə təhsil alıb, hə? Ha?